K, U, ot qoşması üstə gəl. Canlılar. Nə demək istəyirəm yenə? Keçən videoda əgər səhifəmə abunə olmusansa, mütləq izləmisən əminəm. Yox, abunə olmamısansa çox şey buraxmışam. Mütləq abunə ol və səhifəyə keç və dinlə. Deməli, keçən videoda biz sizinlə K qoşmasından danışdıq. Canlı insanın yanına gedəndə hansı rol oynayır? İndi isə gəlin U qoşmadan danışaq. Bəs bu hansı rol oynayır? Əgər siz canlı insanın yanındasınızsa, mütləq şəkildə U qoşmasını istifadə edəcəksiniz. Və bunu necə deyəcəksiniz? Mən bacımgildəyəm, bacımın yanındayım. Ya u sestry. O dostugildədir. On u druga. Biz atamızgildəyik. Мы u papa. Deməli, əgər yanında olduğun insan kişidirsə, qardaşım, nə bilim, atam, dostum, A ya ilə bitəcək. Əgər qadındırsa, I ilə bitəcək. Vəssalam. Amma yəni, sizə bir təklifim var. Sadəcə 2 aya 40 danışıq dərsi keçərik. Belə qrammatikasız filan, ev tapşırığı olmadan, dərsdə heç nə yazmadan, rahat rus dilində danışmaq istəyirsən, əminəm ki, istəyirsən. Onda aşağıdakı məlumatı sona kimi diqqətlə oxu və yazıl. İndidən yazılsa, yanvar artıq rus dilində rahat danışacaqsan. Hər şey mənim öz metodikam əsnasında keçirilir. Kursumdakı bütün müəllimələr də Rusiyada təhsil alan müəllimələrdir. Deməli, uşaqlar, əgər səhifəmə abunə olmamısansa, mütləq abunə ol. Canlı yayıma gəlməmisənsə, mütləq gəl və gözəl nəticələr əldə etməyə qarantiya verirəm 100%.